Salam değerli izleyiciler, her vaxtınız xeyir olsun. Biz hal-hazırda Əbdülkərim Əlizadə küçəsi 3 kanalda müraciət etməkdə məqsədimizdir. Şikayətimiz nədir? Şikayətimiz odur ki, bu günə yaşaya sökürlər. Biz burada yaşayırıq. Arxitekturlu binadır. Bu bina qorulur. Ancaq biz görürük nə gündə yaşayırıq. Qorxa gelirik içəri. Açıblar, qapını sındırıblar. Aha, sizin qapını sındırıblar. Yox, ev qapını yox. Həyət. Çöldən giriş qapısı. Bəs indi ustalar işləyir burada. Bunlar nə iş görürlər? Bilmirik də. Bizə heç nə demirlər ki, nə şirkət işləyir bu, nədir? Salam usta. Usta salam. Qardaş, oranın niyə çökürsünüz? Məqsəd nədə oranı çökürmə? Tarixi binadır. Siz əlinizi təşkillərinizdə nə döyəşdirsiniz bu binanı? Kim deyib bu vətəndaşlar? Vətəndaşlar şikayətçidir, şikayətə çağırıblar bizi. Nesini deyiblər çökür? Hanım, bu sizin ustadır. Deyir ki, axıda sizdə misiniz? Yox, bu binanın söküntü işini kim tapşırır sizə görürsünüz? Siz o pulsuz pərəsiz gəlmişsiniz, xeyriyyə işi görürsünüz, söküntü aparırsınız burada binada. Bu tarixi binadır. Mədəniyyət Nazirliyinin tərkibində olan binadır. Mədəniyyət Nazirliyi sizə dedi ki, sökür. Kim dedi? Mədəniyyət Nazirliyindən kim dedi o sözü? Hansı şirkətin işçisiz? Gündəlik hakim göndərdi siz öz başına Müqaviləsiz işləyirsən burada. Kim verir pulu ki, gündəlik işdə? Adı nədir də? Proqrafın adı nədir? Adın bilmədiyin adamdan pul alırsan və bilmədiyin yerdə söküntü aparırsan və cinayət iş törədirsən. Sən bilmirsən, bu işə görə həbsə gedə bilərsən. Və cinayət işdə bu bina tarixi binadır. Dövlət tərəfindən qorunur. Binanı sökmürsən, bu nədir? Bunları kim sökür? Qanun üstünü sökmüsünüz, bura sökülüb, alt sökülüb, o tərəf sökülüb. Sizə kim tapşırıq verir? Tapşırıq verən adamın adı nədir? Siz kimsiniz? Mənim evimi sökülür. Kim tapşırıq verir? Kırışdan söküb gəl mənim evimdə dayanmış. Baba külək olanda mənim evim dağılacaq. Kesin qapısını çəkin. Siz günəmoz işləyirsiniz. İkimiz də gəlmişsiniz. Kim sizi göndərir? Kim sizi göndərir? Deyir, bunlar da göndərir məni. Sizin xəbəriniz var? Yox. Biz işləyirik görəndə kim bunları göndərir bura? Deyir ki, icra hakimiyyətinə bir nəfər bizi göndərir, pulumuzu da o verir. Amma adını da bilmir. Adını desin. Niye bilmirsiniz? Yaxşı bilirsiniz. O bir dəqiqə icra hakimiyyəti bizə xidmət eləməlidir. Düzdür. İcra hakimiyyətini incidir bizi. Hansı rayona baxır bura? Tabayın rayonu. İcra hakimiyyətinə gedib müraciət etmişsiniz. Yox, biz yazmışıq. Rəsmi məktub göndərmişik. 2 həftə keçib. Hələ ki biz heç bir məlumat Bura tarixi binalardır. İlləri. Bəs bunları kim sökür xanım? Bakın çeker burada kaçırlar. 2 ay ərzində Tarixi abidədir bunlar. Tarixi binalardır. Bunlara kim icazə verir? demir də. Heç kəs sizə heç nə demir. Yox, ən birinci deməli Özünü təqdim edeyim. Kazımov günə Kazımov. Hə. Əbdülkərim Əlizadə küçəsində. Deməli ən birinci burada nədən başlayır? Güclü küləkdən sonra burada damın balaca cüzlüksə aşmışdı. Mən rəsmiyyətinə zəng edirəm yadigarlarına. Demişəm ki, zəhmət olmasa işçi göndərin, buranı bərpa eləsinlər. Həmin gün biz işdə olan günü bütün damı söktülər və aşağı kəslər hamısını tulladılar. Bəli. Və sonra bizim qapımızı, giriş qapımızı sındırdılar. Damafon olan giriş də sındırılıb. Və ondan sonra deyirlər ki, o söküntü işləri biz baxmırıq, bizlik deyil. Bunu biz eləməmişik. Deyirəm, bəs kim eləyib? Siz usta göndərmişsiniz, sizin ustalarınız gəlib, yox. Yəni, hər bir qurum bir-birinin üstünə atır. Dəfələrlə polisə zəng vurmuşam. Niyə görə? Çünki altı bazar iş görmək qanunsuzdur. Onlar həm altı bazar iş görürlər, həm bayram günləri iş görürlər. Və mən zəngiləndə onlar göndəriş verirlər sabah
polis idarəsinə, oradan da gələn yox. Burada neçə ay yaşıyorsunuz? 6, 6 ay. bəli. Bəli, biz külək olandan sonra nə olacaq? Yağış yağandan sonra nə olacaq? Kim alır? Deyilmir heç nə, heç bir məlumat verilmir. Onlar özləri təsdiq edirlər ki, bəli. Tam yox, tam yox. Birinci mərtəbə o kişidir də onlar. Tarixi binanın satışını və restavrasiyasını dağıtmağı kim bunlara göstəriş verir? Kimdən? Özləri indi deyiblər də icra, özlər yazılı şəkildə surətdə bəli. İndi özləri təsdiq elədilər ki, icradır, düzdür. İcra isə niyə görə bizi incidir? Sabahı. Bəli. Hal-hazırda özü təsdiq edib. Bizim sözümüz deyil. Bəli, biz hər yerə yazmışıq. Prezident aparatına yazmışıq, Mehriban xanım Əliyeva yazmışıq. Onlardan da çox böyük dəstək gözləyirik. Çünki belə şəraitdə, yəni bunlar özləri qəsdən bu binanı fövqəladə vəziyyətə salırlar. Özünüz də görmüsünüz də. Yəni onlar hamısını onlar. Bəli, bəli, bəli. Bu ikinci mərtəbədir, üçüncü mərtəbədir. Yəni bunun içərisinə giriş yeri var, yəni qapı var, hada sonra. Qapı arxa tərəfdən. Arxa tərəfdən var, amma onlar qəsdən zəhmət olmasa zaten danışmır, eşidilmir. Yaxın gəlin. Yəni Sizə yaxınlaşıb arasını təklif ediblər ki, evinizi satın bizə, köçün buradan. yox, yox, heç bir. Nə sənəd göstərdilər bizə, nə özlərini kimsə gəlib təqdim edib ki, biz burada restavrasiya, bərpa işləri görürük. Fəhlələr salıb qapıda deyillər dağılır. O göstərişi verib. Yox, bunların məqsədi odur biz bilən ki, bu binanı fövqəladə vəziyyətə salmaq və sonra buranı bağlamaq ki, bina fövqəladə vəziyyətdədir. Çıxın buradan köçün. Bəli, bəli, bəli. Və hal-hazırda mən yenə də istəyirəm təkrarlayım ki, icra hakimiyyəti millətə qulluq dəstək olmalıdır. Xidmət eləməlidir. Bəli. Bəli. Polislər gəldimi? Yox, Gəlmədi. yox, yox. Keçən səfər blokda narkomanlar yığışmışdı. Biri istəmirəm də ifadə eləməyə neynidilər. Və mən polisi zəng vurdum. Dedilər ki, tamam yaxınlaşarıq. Yaxınlaşırlar, nömrəmi də bilirlər. Heç kim nə zəng vurub, nə bizi çağırıb, nə qonşularla tanış olub. Bizim dərdimizi eşitmədi, soruşmadı. Yəni biz boş-boşuna zəng vururuq. Ona görə biz indi rəsmi yazmışıq. Düzəlişin hakimlər qurulmuşdular. Bəli, bəli, bunlar, bəli, bəli. Yenə də düzəldirsə, yenə də Qırıblar, bəli. Deyirlər, bu bizim mülkümüzdür, yəni bu bizim girişimizdir. burada onların var mı işləri? Yəni? Buradan mən cənab Prezident İlham Əliyeva çox xahiş edirəm, dəstək gözləyirəm. Mehriban xanım Əliyeva müraciət edirəm. Çünki bizim 20 il öncə böyük bir yanğın baş verib. Sağ olsun Mehriban xanım Əliyeva bütün bu damı ki görürsünüz, hamısını o bərpa edib. Orada təzədir, atmalarla. Bəli, hamısını o bərpa edib, hamısını. Yəni ki, bəli, hal-hazırda 5 dənə qurum var. Orada hər yerə müraciət eləmişik. Hansı qurumlarda olar? Prezident aparatına, Mehriban xanım Əliyeva, Mədəniyyət Nazirliyi, sonra icra hakimiyyəti, Sabah ilə həm ümumi icra hakimiyyəti, hər yerə, yəni əsas qurumlara biz müraciət eləmişik. Bu binanın lövhəsi. Bu binaya əl vurmaq olar. Yerli əhəmiyyətli memarlı qabiliyyəti yaşayış edir. İnventar nömrə 3440 abıda dövlət tərəfindən qorunur. Nətəri qorunur? Belə qorunurmu? Bu əsas vuruла bu binada çözüm tapar. Görürsünüz necə qorunurlar? Üstəki fəhlələr qoruyur buranı. Və bir dənə də şey, Bu fəhlələri də buradan düşürə bilmirsiniz. yox, yox, yox. Bunlar özləri gəlirlər, işçilər gedirlər. İmkan var, elə bizim yanımızda bir də yox, Mədəniyyət Nazirliyi bilirsiniz, dəvət edilməsi də budadır. Abda dövlət tərəfindən qorunur. İnventar 3440 Yəni Arzu mənim üçün zəng vurun da polis idarəsinə. Yox, zəng gələn deyən iki də öyrəndəcəm. Bir dənə heç eləmək istədiklərim də. Bu elə. Tanısı özü təqdim edir. İndi bu qədər binada. Həmin o ki, həmin o icranı çağırdınız mı? Getdiniz dediniz mi? Mənim kraskama görürsən mənim başıma gəlmiş. Bir dəfə bir də açıq bu heç nə eləmək olmaz. Əl vurmaq olmaz, aman deyil. İndi bina dağılır, evlər dağılır, heç kim yox. Kansız da özü təqdim edir.
Русская задача. Пожалуйста. Я хочу сказать, что мы в этом доме, как она сказала, уже сколько лет живем, еще наши дедушки, прадедушки тут жили. Этот дом много чего перенес. Эти все землетрясения, наводнения, что только не было. И как он стоит вообще по сравнению с этими новостройками. И теперь они приходят, говорят, это аварийный дом. Он еще много чего выдержит. И мы такого вообще не видели. Вот именно. Никто ничего не говорит. Никто не отвечает ни на какие вопросы. Как вы сказали, Адрес тоже совместитель. адрес Да. улица Альзаде, Абдул-Керим Альзаде, 3. Сабаевский район, да? Да, Шабаевский район. Я хочу сказать, другие дома реставрируют, уже пишут табличку, что на Рахат Чалагагара, извините. А у нас, посмотрите, мы здесь живем. У нас дети, у нас взрослые есть, пожилые люди. Burada siz yaşaya tarihi Da. abidə Da. hesab edilən bu bina Da, bəzi tanımadığınız şəxslər tərəfindən sökülür və demirlər də ki, Bəli. hansı şirkətdir, kimdir, Heç nə niyə sökülür, demirlər. səbəb nədir? Bunlar da heç Конечно, и даже не скажут, извините, мы здесь ремонтные работы Siz icra проводим. hakimiyyətinə müraciət edərsiniz. İcra hakimiyyəti bu söküntünü aparan şəxsin kim olduğunu və niyə söküntü aparıldığına bir dair sizə bir məlumat verdimi? Yok, heç nə demirlər. А если мы уже начинаем с ними говорить, что мы сейчас пойдем, то они говорят, идите кому хотите, жалуйтесь. Но это уже беспредел какой-то, так нельзя жить. В центре города, вы посмотрите, в каком районе у нас парадно. Мы требуем дверь восстановить, тоже ни да, ни нет не говорят. У нас дети есть, у нас так нельзя, мы боимся, теперь по ночам здесь непонятно, кто ходит. Посмотрите, что творится здесь вообще. Ərazini dağıdıb tökürlər, tarixi abidəni. Да, biz burada yaşayası. Kimin evdir bu? Kimin evidir? Söküblər. Burada alıblar artıq. Burada burada bağlıdır. Amma mənim evim sabah yağış var. Bu tərəf sizindir. Amma ondan tərəfi kamiliyyətinizdə də var belə tarixi abidə kamillər. Yox, abidə binada adi bir fəhlə iş görmək qanunsuzdur. Yəni burada bir briqad olmalıdır. Hansı bu bütün divarların bilir həcminə qədər, necə tökülməlidir, konstruksiya necə qurulur. Adi bir fəhlə buraları belə söküb tutanda qonşuya da çat verər, bizə də zədə verirlər. Yəni Bəs qızım, bu evin sahibi hardadır? satıb çıxıb verir. Bunlara satıb Bəli, gedir. bəli, bəli. O sizə demədi ki, hansı şirkətdir? Yox, çoxdan olub. 3-4 il bundan qabaq olub. Özü də burada yaşamır, onu bilir. Bura haradır? Yəni həmin damın Söktükləri zaman bu bir hissəsidir. Amma bu içəri Bura pasaj deyirlər. yox, yox. Pasaj yox. Universitet. Prodmo. Köhnə Bəli, bəli. universitet. Bu girişi o tərəfdəndir də ora. O tərəfdən də. Aha. Natavan heykəlin bu tərəfindən bu. Мы видите, наша крыша уже рядом. Если завтра пойдет снег, дождь, то уже все это к нам тоже может пойти. А вы знаете, какие у нас ветра. Это все будет грязь, пыль. Знаете, что будет творчество? Yox, bir də düşünürəm. Bu bina niyə sizdə müşbir qalmadı? Tüm binanın hamısı gedir bu şəkildə. Sonra evdən qalacaq suyu geçir. Yok, tek bu bizdendir. Bəli, bəli, bəli. Yok, o gözler yoksa onu dedi toplam. Yok, yani bu toplam bir-birden yaxşıydı, burayı çok seviyorum. Ama biz öz ərazisi həmişə Они там работают. idarə olur. Да, они там давно работают. Sahəmiz haqqında danışırıq. O tərəfdə bura, ora sökülsə, burada sökülsə. Şanlardır ki, əgər bu həmin şəxsindir, o oradan başlasın. Niyə görə buradan başlayır? Burada yaşayış ola.
Yəni o qanunsuz işdir. Düşüblər. Ha, düşüblər. Yəni bu orada bunlar. Bax, 2 nəfər sizi bura kim göndərir? Telefon nömrəsini deyir. Hardan göndəriblər? Niyə demirsiniz? Üzü nəyə gizlədirsən? Vətəndaşlar narahat edirsiniz. Sizi kim göndərib bura? Hansı sənədlə gəlmisiniz? Sənədsiz, sənədlərim yox. Sözü gedən ancaq. Başqılıqlar, başqılıqlar. Ha, yanında geçende geri götürüyor. Yəni, 2 nəfər. Siz var. Да, да, да. Xanım, siz kimlərə müraciət edirsiniz burada? Ну, мы очень просим, большим уважением нашего президента, его супругу, обратить внимание, что здесь происходит, оказать какую-либо помощь, чтобы это безобразие прекратилось. Мы здесь все-таки живем, у меня одна семья, нас целых 6 семей, не маленьких, у нас большие семьи. Я очень обращаюсь, чтобы это все перестали делать, либо сказали, что тут делается, чем это закончится, вообще, что дальше будет. Мы должны знать, мы не можем жить в таких условиях, мы же все-таки люди. Я уже 50 лет здесь живу. До меня еще жили родители, еще мои дедушки здесь жили. Эти дома нам всем давали как да, заслуженную. Кто-то был депутат, кто-то был какой-то сенаткар. У нас здесь все такие семьи живут, проживают. Мы не просто здесь оказались. Не вчера пришли здесь жить. Поэтому, да, поэтому очень просим нам просто помочь, оказать помощь, чтобы это безобразие прекратилось. И все нормально объяснить, что происходит вообще. Чем это может быть. Xanım, siz evdə, ailədə neçə nəfərsiniz? Mən bir də qızımdır burada, praktikada. Oğlum da var, ancaq belə Qızınız da birgə də. yaşayırsınız. Yox, birgə yaşamırıq. İndi o ərə gedib kvartirant indi qalır. Yəqin nəvələrin gedib gəlir bura. Əlbəttə gəlirlər. İndi də gəlirlər. Hər gəlirlər bu zamanada deyir mama mən nə gəlim indi bura. Belə gündə uşaqla, balaca uşaqla. Qorxur əlbəttə, qapını aşağıda sındırıblar. Biz qorxa-qorxa giririk içəri. Sabah bilmirik nə ola bilər. Ona görə bu vəziyyətdə sizdən çox xahiş edirik. Bizim prezidentimizdən, yoldaşından kömək istəyirik. Çünki belə vəziyyətdə yaşamaq çox çətindir. Burada yaşayan 6 ailəm gördü. Yaşlıdır, nəvələri var. Hal-hazırda nəvələri gedib gələ bilmir, uşaqları gedib gələ bilmir. Qorxurlar ki, hər an bir hadisə ola bilər, uçula bilər. İnsanlar elli, yaşaya-yaşaya bax bu cürlə çöküb dağıdırlar. Özbaşınalıqdır. İndi ən çox narahat edən bizim blokumuzdur, çünki qapısı yoxdur. Və kimisi o bizim blokumuzda girib, çıxır, narkoman, qonşular, kim, yəni ki, alkoqollu içkilər içir. Yəni burada gün ərzində dəfələrlə naməlum şəxslər qalxır, düşür. Biz də həmişə burada yəni davulçu kimi otura bilirik. Bir baxaq qapıya. Bəli, biz istəyirik bizim qapımızı bərpa eləsin. Biz o Pləkanla qalxan kimi buradır. Bu mənim mənzilimdir. Pləkanla qalxan kimi bu mənim mənzilimdir. Nurcu köyündən deyir, remont eləyə bilmirik. Sizə remont eləmək üçün toxunmağa icazə verir. Yox, bizlər heç remontdan danışmadı. Ancaq demək istəyirəm ki, bir şey eləsək o Mismar vura bilmədiyiniz sakinsiniz burada. Amma kimsə gəlib böyük bir ərazini durmadan sökür. Sizə hər hansı bir rəsmi qurumdan burada nə olacağı ilə bağlı Mən dəfələrlə məzunlarla, ustalarla danışmışam, dalaşmışam. Bundan qabaq o ustalar da gəlib. O həmin video materialı məndə var. Özlərini təqdim eləmir. Hətta bu qapını sındıranda mən demişəm ki, sizə sürmə verəcəyik. Tamamlaşdırmasın. Nə vaxt var? Bəli. Dedilər ki, yox, ehtiyac yoxdur. Sizin nömrəmi verərəm, yoldaşımın nömrəsini verərəm ki, alacaq saxlayın, nə vaxt lazım ki, bizdən qonşudan evdə olacaq. Bizi lazım deyəcək yox, bir işə getdik. Həmin gün 2 saatdan sonra buralar çəkildi. Bir də birinci mərtəbədə baxaq, o da bərbad halda.
alıblar. Bəli, amma bu mənim mənimlə o mənim deyil. Obyektiv ondan başlamışdı. Burada yaşayış var da, yəni uşaqlar burada yaşayır. Hər ailədə ən azı 60 nəfər alır. Bizim ailəmizdə böyük ailəmiz, yəni biz burada 2 nəfər, 3 nəfər qalmırıq. Uşaq da var, yaşlı qadın da var. Qapını qırdıqlarına görə gecə yatırıb səhər durur ki, bütün pilləkanlarda butulkalar, içi butulkalar, sonra şprislər, narkomanlar şprislər tökürlər, zibilirlər, şpirə salırlar, butulkalar, içki butulkalar, hər şey olur. Bir vedrə yığırıb təmizləyirlər. Kargovluna. Hər gün eyni vəziyyət. Hər gün ayında mən 2 dəfə İldən dayanma olur burada. Kim təmizləyir buranı? Yəni biz təmizlətirik vəsaitimizlə, amma bir eyri yoxdur. Hər 3 gündən bir belə vəziyyətdə olur. Burada kimlər sözdür? Həmin şərtlər buranı sındırırlar, dururlar. Amma heç kim yəni Kim gəldi, sındırıb gedir. bəli. Amma hardan gəlir Yox, heç bilmiyor. Buradan xəbərlərini cəhət külətinə müraciət edin, yəni imkanımız var. Mən çox xahiş edirəm ki, bu işi bu qapını ən əsas bərpa eləsinlər. Çünki biz indi təhlükəsiz vəziyyətdə qalırıq. Hər an kimsə gəlir, yanğın da baş verə bilər, hər şey baş verə bilər. Siz özünüz bir dəqiqə dura bilmirsiniz iylə. Biz isə bu həmin iylə burada, bəli, bu hələ yığışdırılır. O hələ yığışdırılır vəziyyətlər. Məndə şəkillər var, məndə video var ki, bu nəqdlərlə nələr baş verir. Artıq bu qapı açıq olduğuna görə Belə dəyərli izləyicilər, həm dediklərinə görə həmin fəhlələr qapını sındırır. Gecələr bura sərxoş vəziyyətdə insanlar girir, tualet təqimci bırakırlar. Şəhərin mərkəzi abdə binasıdır. Kargovi deyilən ərazidir. Belə dəyərli izləyicilər, izlədiyiniz üçün təşəkkür edirəm. Bu da bu 6 ailənin faciəsidir. Ara kəsmələr də Narahat olmayın, narahatlığa səbəb. Yəni biz bu işi görürük. Yəqin kanallarımız vasitəsilə Səbail rayonunun icra başçısı, Səbail rayonunun polis şöbəsi, Səbail rayonunun şəhər salma idarələri baxarlar, hər halda tədbir görərlər. İzlədiyiniz üçün biz üçün həmişə tədbir edirik, amma belə vəziyyətlər burada mümkün deyil dayanmaq həqiqətən. Çox sağ olun. biz bunu biz hər həftə adam tuturuq, yəni bu gələnləri mən çox sevirik, buranı sevirik. 3 gündən, 2 gündən sonra eyni bəli, səhnələrin açıq qalında, açıq olduğuna görə səhnələr bir qaçıb getdilər. Qaçıb getdilər. Səkin şey görə. Xanım, siz də müraciətinizi edin sonunda. Bu cürnata abidəni. Dövlət baxsından, Mehbar xanımdan kömək istəyirəm. Oldu. Təşəkkürlər. Bir daha ünvanı deyil. Əbdülkərim Əlizadə 3. Arxitekturlu bina. İzlədiyiniz üçün təşəkkür edirəm. Targovi deyilən ərazidir. Sakinlər evdə otura-otura binanın tarixi muzey, tarixi abidənin bir tərəfi sökülür. Kim tərəfindən sökülür bilinmir. Fəhlələr də dedi ki, bizi bura icra hakimiyyətində göndəriblər günlük fəhlələri. Təşəkkür edirəm izlədiyiniz üçün. Kanalımıza abunə olun.